Mən Məhəmməd Abbaszadə. Abbaszadə TV-yə xoş gəlmisiniz. Keçən videomuzda FSP imtahanı, yəni Fachsprachenprüfung haqqında danışmışdıq. Geniş məlumatlar, prosedur necə irəliləyir, gedişat nədir? Bu gün də Kenntnisprüfung haqqında, yəni KP imtahanı haqqında danışacağam. Almaniya aprobasiyası haqqında danışacağam. Bütün Almaniyanın həkimlərin, xüsusən də 3-cü dövlət ölkələri dediyimiz Azərbaycan, Türkiyə, Suriya, Fələstin kimi, Rusiya, Ukrayna, Gürcüstan bu tip ölkələrdən gələn, yəni Almaniyada və Avropa üçün bunlar 3-cü dünya ölkələri sayılır. Gedişat demək olar ki, aşağı-yuxarı eynidir. Hansı ki, birinci, Alman dilini öyrənməlisiniz, fərq eləmir harda. İkinci məsələ FSP imtahanı, yəni tibbi dil imtahanı vermək. Üçüncü hissədə isə artıq belə deyək, ən bir müddətlik sonuncu imtahanımız olan budur. KP imtahanı, yəni Kenntnisprüfung imtahanı, yəni ixtisas tanıtma və yaxud daha doğrusunu desək, bilik tanıtma imtahanı kimi dəyərləndirilir. Bunu verib artıq həkimliyin böyük bir ölçüdə Almaniyadakı işlərini ən azı bürokratik tərəfdən bitirirsiniz. Təbii ki, Almaniyaya gələn həkimlərin hamısı 3-cü dünya ölkələrindən deyil, Avropanın və özündən və yaxud Amerikadan gələn insanlar da var, hansı ki, Almaniyada həkim olaraq çalışır. Təbii ki, Amerikadan gələnlər sayı bir qədər az olsa da, Avropanın özündən kifayət qədərdir. Xüsusən qonşu ölkələrdən, Çexiyadan, Polşadan gələn həkimlərin sayı kifayət qədərdir. Hansı ki, öz ölkələrindəki olan maaş səbəbindən, yəni bunu açıq-açıq dilə də gətirirlər, hansı ki, maaş onları qane etmir və onlar Almaniyada həkim olaraq çalışmağa gəlirlər. Təbii ki, bu ölkələrdə artıq bürokratik cəhətdən bir balaca bölünür. Nə mənada nəzərdə tuturam? Məsələn, bizim gəlişimizdə dil FSP imtahanı KP imtahanı olaraq irəliləyirsə, onlarda dil FSP imtahanı bəzi ölkələr üçün KP imtahanına gərək yoxdur. Çünki onların tibb təhsilini Almaniya onsuz da tanıyır və birbaşa Almaniya aprobasiyasını təqdim edir. Amma Makedoniya kimi misal üçün bir ölkə və yaxud Slovakiya, Sloveniya səhv etmirəmsə yenə eyni məsələ olmalıdır. Onlar isə diplomlarını lazım olan idarəyə yollayıb, eyniləşdirmə aparılıb, ondan sonra aprobasiyanı alırlar. Yenə bir imtahana açığı gərək duyulmur. Çox güman ki, bunu ona görə edirlər ki, bəzi misal üçün Makedoniyada və yaxud Slovakiyada olan bəzi universitetlərdə, yəni düşündüyüm qədəri ilə, tam ətraflı olaraq məlumatım olmasa, düşündüyüm qədəri ilə bəzi universitetlərdə dərs saatları tam uyğun düşür, bəzi saatlarında kiçik bir dəyişiklik olduğuna görə güman edirəm ki, o məsələyə görə bir balaca yubadırlar. Yəni bəzilərini bu formada, bəzilərini bu formada. Azərbaycandan gələnlər isə bugünkü təbii ki, mövzumuz Azərbaycandan gələnlər üçün olacaq. Kenntnisprüfungun gedişatı necədir? Onu ətraflı danışacağıq. Videonu qısa burada dayandırmaq istəyirəm ki, kanala abunə olub videoları bəyənməyi unutmayın və bütün şərhləri oxuduğumu onsuz da bilirsiniz. Şərh bölməsinə öz şərhlərinizi, fikirlərinizi və təkliflərinizi yazın. Məni Instagram və TikTok hesablarından da izləyə bilərsiniz. Keçdik təzədən videoya. Mən hal-hazırda kompüterdə açıram ki, gedişata uyğun olaraq bəzi mövzulara toxunmaq istəyirəm. Onlar yadımdan çıxmaması üçün açıb önümə qoyub ora baxıb onun üzərindən irəliləyəcəyik. Birincisi, Kenntnisprüfung imtahanının ümumiyyətlə məqsədi nədir? Almaniyada keçirilən tibb təhsili ilə sizin keçdiyiniz tibb təhsili nə dərəcə üst-üstə düşür? Bunu yoxlamaq üçün keçirilən bir imtahandır. Bundan fərqli savayı bir şey deyil. Yəni Azərbaycan Tibb Universitetində hansı dərslərə qatılmısınızsa, öyrənmisinizsə, onları həqiqətən oxumusunuzmu? Həqiqətən bunlar sizə keçilibmi? Yəni siz tibb universitetində oxumusunuzmu? Sualını dəqiqləşdirmək üçün idarələrin keçirdiyi bir imtahandır. Bu imtahan yazılı yox, şifahi formada keçirilir və praktik formada keçirilir, belə deyək. Praktik məsələsi odur ki, Kenntnisprüfung imtahanı xəstəxanalarda keçirilir. Yəni hər bir Bundeslandın, Almaniyada 16 Bundeslandın hər birində müəyyən mərkəzlər var. Məsələn, mənim yaşadığım və işlədiyim Sachsen əyalətində xüsusi mərkəzdə xəstəxanalar var, hansı ki, orada imtahanlar keçirilir, xəstəxanaya gedirsiniz və sizi ilk qarşılayan 3 imtahançı olur, belə deyək, imtahanı götürən 3 həkim olur. Bu həkimlərin ixtisasları adətən bir cərrah, bir daxili xəstəliklərdən, bir spontan düşə biləcək hər hansı bir ixtisasçı olur. Məsələn, bu spontan məsələyə deyirəm, anestezist ola bilər, burun, qulaq, boğaz həkimi ola bilər, onkoloq ola bilər və yaxud ginekoloq ola bilər. Yəni, çox fərqliliklər göstərə bilər. Bölgələrə uyğun bunları öncədən adətən protokollara uyğun baxıb aşağı-yuxarı təyin etmək olur ki, məsələn, bu düşdüyünüz yerdə 3-cü şəxs adətən kim düşür, məsələn. Bu da adətən 14-20 gün öncədən sizə məlum olur ki, siz imtahanı hansı mərkəzdə verəcəksiniz. Buna görə də adətən imtahana hazırlaşanlara xırda bir tips versəm, daxili xəstəliklər, cərrahi xəstələri yaxşı tamamladıqdan sonra onsuz da 3-cü fəndə hazırlaşmaq bir balaca asanlaşır. Çünki xüsusən
təcili hallarını toparlayıb öyrənsəniz sizə kifayət qədər kömək edəcək. İmtahana hazırlaşmaq məsələsinə isə gəldikdə, bu imtahana hazırlıq mərhələsinin onsuz da belə deyək bir 20-30%-ni siz FSB imtahanına hazırlaşanda hazırlaşırsınız. Xəstə ilə ünsiyyətə girmək, kollegial danışmaq, alman terminologiyasından tanışlıq və siz bunları onsuz da Fachsprachprüfunga hazırlaşanda demək olar ki, xırda da olsa bir toparlayırsınız. Ən azı almanca olan terminləri başlayırsınız tanımağa, xəstə ilə ünsiyyəti danışırsınız və FSB-ni verdikdən sonra təbii ki, bir müddət işləyib sonra Kenntnisprüfunga girirsiniz. Misal üçün, məndə bu müddət 14 ay olmuşdu. Hansı ki, mən iyul ayında işə başlayıb, növbəti ilin avqust ayında imtahana girmişdim. Amma FSB imtahanı bu arada mən may ayında keçmişdim. Yəni FSB-dən sonra aşağı yuxarı bir 14 ay müddətini gözləmişdim bu imtahana girmək üçün. Və bu müddət ərzində təbii ki, xəstəxana şəraitini görürsünüz, öyrəşirsiniz, alman dilini mütəmadi eşidirsiniz. Bu da sizin artıq dil qabiliyyətinizi də artırmağa kömək edir. Və bundan sonraki mərhələ artıq hazırlıq mərhələsi sizin öz öhdənizə düşən bir şey olur. Bu imtahanın əsas məqsədi dediyim kimi tibb universitetində keçdiyiniz dərsləri həqiqətən keçmisinizmi ya yox onunla yoxlamaq üçündür və buna görə imtahanın bir uzaqdan baxanda sadəliyi burada hiss olunur. Çünki siz alman belə deyək ədəbiyyatlarından eyni oxuduğunuz o məlumatları sadəcə alman dilində öyrənib imtahana gedib girəcəksiniz. Resurslar hansılardır desək, mənim şəxsi təcrübəmdə hazırlaşdığım bir neçə material var idi. Birincisi Ambos. Ambosu hal-hazırda bura yerləşdirəcəm. Ambos saytından abunəliyinizi alıb mütəmadi istifadə edə bilərsiniz. Bu abunəlilər adətən 4-5 nəfər kollega ilə bölüşüb, ödənişi edib, adətən ödənişlərdə illik olur. Səhv xatırlamıramsa 150-128 avronsa belə bir şey olmalıdır. Onu alıb illik götürüb istədiyiniz vaxtı giriş-çıxış edə bilirsiniz. Telefonunuza offline formatda bibliotek kimi yüklənir. İşdə, evdə, küçədə, bayırda arada bir oxumaq üçün də faydalıdır. Misal üçün, mən Kenntnisprüfunga keçəndən sonra belə ambosumu açığı silməmişəm. Çünki günü bugün belə mənə lazım olur. Bəzən xırda bir məlumat yadınıza düşür. Deyirsiniz ki, bu nə idi, ora bura. Tez açdınız, 2 dəqiqə baxdınız, çıxdınız və yaxud işarətlədiniz ki, növbəti vaxtı yenə oxuyaram. Ambos ona görə mütləq formada alınası materiallardan biridir. Ambosa yaxşı necə başlamaq lazımdır? Problem oradadır. Misal üçün, ambosu aldıq, harasından başlayaq, harasından çıxaq. Çünki ambos çox böyük bir şəbəkədir. Ambos M3 mündliche examen deyə bir bölməsi var. Hansı ki, ora girdikdə daxili xəstəliklər, cərrahi xəstəliklər və digər bölmələrə bölünür. Siz daxili xəstəliklərdən başlayıb, sonra yavaş-yavaş daxilini bitirib, sonra cərrahi xəstəliklərə keçib rahat-rahat imtahana hazırlaşa bilərsiniz. Mənim şəxsi fikrimə görə FSB imtahanını verdikdən sonra yaxşı olar ki, 1 ay, 2 ay özünüzə fasilə verin. Yəni bir balaca özünü toparlayın, işə başlamaq, sənəd, sünəd, ora, bura. Çünki bu dönəm onsuz da bir stresli və vaxt alan mərhələlərdir. Bundan sonra isə artıq Kenntnisprüfunga imtahanına ən yaxın müddətdə başlayın hazırlaşmağa. Kenntnisprüfunga hazırlaşmaq sizin işlədiyiniz hal-hazırda xəstəxanada təbii ki, sizə bir fərqli bir kömək qatacaq. İşlədiyiniz şöbədən asılı olmayaraq, anesteziya olsun, daxili xəstəliklər, cərrahi xəstəliklər, burun, boğaz. Yəni dediyim kimi, reabilitasiya xəstəxanasında belə işləsəniz, xəstə nəyə görə reabilitasiya xəstəxanasındadır, düşünürsünüz, diaqnozlarına baxırsınız ən azından, oradakı xəstəlikləri artıq tanımağa başlayacaqsınız bir müddətdən sonra. Ambosa geri qaydası olsaq isə, Ambosdan daxili xəstəliklərdə misal üçün özünüzə bölmə bölüb kardiologiyadan başlayıb, amma bir hədəf olmalıdır. Məsələn, mən kardiologiyanı 1 ay müddətində bitirim kimi. Çünki yenə dediyim kimi, siz sıfır bir şeyə başlamırsınız. Sadəcə universitetdə keçdiyiniz şeyi hal-hazırda almanca təkrar edirsiniz. Kardiologiyanı bitirib, keçirsiniz sürətli formada pulmo, gastro bu formada irəliləyib, sonra cərrahiyyəsinə keçirsiniz. Nəyə görə birinci daxili xəstəliklərdən başladım? Məsələn deyək, gastrointestinal sistemin inner tərəfini oxuduqdan sonra artıq sizi cərrahi tərəfi onsuz daha həm maraqlı, həm də rahat gələcək. Çünki bu hissəsində adətən deyir ki, misal üçün müalicəsi budur, tabi əməliyyatdır. Orada daha sonrasını gətirmir, amma əməliyyat necə gedir, əməliyyatın gedişatı, hansı indikasiyalar var, hansı komplikasiyalar çıxa bilər, bunları deyilmir. Ona görə məsələn, qastronu bitirdikdən sonra artıq cərrahiyyənin qastro bölməsinə gedib qarın əməliyyatlarına başlaya bilərsiniz, məsələn deyək ki. Bu da sizin təbii ki, imtahan hazırlığınıza həm maraqlı olacaq, həm də ki, faydalı olacaq. Digər materiallara gəldikdə isə bir daxili xəstəliklər, yəni Innere Medizin Fallbuch deyə bir kitab var. Onu da burada yerləşdirəcəm, bəzi səhifələrində vərəqləyər indi birazdan. Bu kitabda deməli məsələ nədir? Kitab sizə bir neçə fallar təqdim edir. Yəni belə deyək, vakalar. Misal üçün Innere Medizinin 150, 155, səhv etmirəmsə son dönəmlər 160 vakalı kitabları çıxır. Hansı ki, bunların içində misal üçün birinci səhifəni açırsınız, sizə bir xırda vaka verir, hansı ki, burada yazılı xəstə filan şikayətlərlə gəlmişdir və altda sizə 5-6 sual verir ki, xəstənin diaqnozu sizcə nədir, əlavə nə edərsiniz ora bura.
Və kitabın arxa tərəfini çevirdikdə burada bunun kommentari hissəsi var. Hansı ki, bir, suallara cavab verir. Deyir ki, bu səbəbə görə bunu düşündük, bu səbəbə görə bunu düşündük. Sonra isə həmin xəstəliyin, məsələn, COPD-dən söhbət gedir və yaxud pnevmoniyadan söhbət gedir və yaxud xronik bronxitdən gedir, akut bronxitdən gedir. Siz artıq bunun kommentari hissəsində çox kiçik də olsa bütün xəstəlik haqqında aşağıdan yuxarı bir fikriniz yaranacaq. Mən şəxsi təcrübəmdən deyərdim ki, yaxşı olar ki, birinci Ambosdan bu mövzunu bir oxuyub, sonra Falbuxdan üstündən keçib, daha sonra yenidən Ambosa qayıdıb bir dəfə də təkrarlayıb bitirmək. Yəni yazdıqca da, keçdikcə də bütün mövzuları yazsanız yaxşı olar. Məsələn, deyək ki, pnevmoniyanı oxudunuz, yazırsınız pnevmoniya, çak, pulmonologiyadan pnevmoniya bitdi, sonra keçdiniz. Belə bu formada karsinomlara qədər irəliləyirsiniz. Digər bir kitab isə xirurji falları, yəni cərrahi vakalar deyək. Bu kitabda da eyni qaydada. Misal üçün siz artıq Ambosdan cərrahi bölməsinə keçdikdə və yaxud İnnereyin özündə olsun. Misal üçün sizə bir sual maraqlı gəldi, bir mövzunu oxudunuz. Eyni məsələn gastrointestinal blutung, yəni ki, qanaxmalar. Açırsınız onu və Ambosdan bir dəfə oxuduqdan sonra təkrar qayıdıb bir dəfə də Innere, yəni ki, daxili xəstələr kitabından oxuyub, üzərini də cərrahi ilə tamamlasanız, lap sizin üçün mükəmməl formada beyinə oturur. Yəni bu formada həm terminləri yaxşı öyrənirsiniz, həm bu tip xəstələrin idarəsini, yəni ki, klinika şəraitində təcili yardımdan əməliyyata qədər gedişatı necə təyin olunmalıdır? Çünki imtahanda gələn suallar buna uyğundur. Məsələn, edəcəyiniz kiçik söz səhvlər belə bəzən problem yaşada bilir, imtahandan kəsilmə səbəbi ola bilir. Misal üçün, gastrointestinal qanaxma ilə gələn bir xəstəni, misal üçün, təcili yardımda ilk girdikdən sonra, əgər şübhəniz varsa, artıq məsələn, kiçik bir ifadədir, amma ki, desəniz mütləq vacibdir. Mütləq 2 fleksulə qoyulmalıdır, hansı ki, damar yolu. Və bu söz artıq sizin, belə deyək, müsbət bir balınızdır imtahanda, əgər sizə belə bir mövzu düşsə. Mənim təcrübəmdə, mənim Katniss Proofing imtahanımda bu tip bir sual gəlmişdi ki, xəstə bəs çox solğun görsənir, yaxınlaşıb, taxikartdır, hipotondur, nə düşünərsiniz? İlk olaraq ilk sualım oldu ki, xəstədən anamnez toplaya bilirəmmi, yoxsa şuuru özündə deyil. Dedi ki, misal üçün, toplaya bilirsən, vitallarına baxırsın, yəni gedişat belə olmalıdır. Misal üçün, ilk formada təcili yardıma yaxınlaşdı, sürətdə anamnez, yəni ki, danışdı, nə baş verir, nə vaxtdandır, həmin ərəfədə xəstəni monitorinq eləyirsiniz ki, vitallarını görəsiniz, nəbzi necədir, təzyiqi necədir, saturasiyası necədir, şuuruna baxırsınız və bunlar hamısı eyni anda olmalıdır və artıq ilk beyninizə gələn diaqnoz nədirsə, onun üzərindən də irələmək lazımdır. Hansı ki, damar yollarını dərhal qoyursunuz, dərhal analiz götürülür, hemoqlobin dəyərlərinə baxılır. Əgər həqiqətən akut bir qanaxma varsa, qanaxmanın yeri bilinməlidir, hardadır, hər hansı bir travma səbəbindəndirmi, yoxsa həqiqətən daxili qanaxmadırmı? Bunlar təyin olunub, bunun üzərindən irəlilənməlidir. Və bundan sonra da artıq terapiyası, ta ki əməliyyata qədər olan mərhələni xırda-xırda detallayırsınız. Və imtahanda gedişatda belədir. Misal üçün, əgər Inneredən olan həkim sizə ilk suallarını başladısa, misal üçün başlayır ki, belə-belə xəstə gəldi, nə edərsən? Yəni, imtahanın demək olar ki, gedişatı sual-cavab üzərindən irəliləyir və çox vaxtı da vakalar üzərindən irəliləyirlər. Belə deyək, vakalar üzərindən irəliləyib bir yerdə ilişib qala bilərlər. Misal üçün, gəlib pnevmoniyada dayanıb, pnevmoniyanın törədicilərinə say məsələm kimi sual gələ bilər. Yəni tam da vakaların üzərində qalıb demirlər ki, hə, belə olsa nə edərsən, elə olsa nə edərsən. Məsələn, pnevmoniya dediyim kimi gəldi, deyir ki, bəs törədicilər hansılardır, hansı bakteriyalar, hansı viral infeksiyalar ola bilər, viralda, bakteriyalda fərqlər nədir və bu tip teorik yerlərdə irəliləyib suallarını verə bilərlər. Dediyim kimi, amma suallar adətən çox dərinliyə girmir. İkinci bir məsələ, bu da xırda bir məqamdır, amma ki, çox məlumatı beyninizdə saxlayacağınız yaxşı olar. İşlədiyiniz şöbəyə uyğun çoxlu suallar gələ bilər. Məsələn, siz Almaniyada FSP-ni verdiniz, gedin Innere Medicin, məsələn, gastroda işləməyə başladınız. Sizə Inneredən olan həkim ola bilər ki, bir çox sualı gastrodan başlasın verməyə. Yəni, həqiqətən işlədiyin ixtisasda nəsə öyrənmisənmi bu vaxta qədər? Yəni, qayıdıb soruşur, məsələn, çox vaxtı belə olur. Bir neçə sual gəlir, əgər bilmirsinizsə, çətinlik çəkirsinizsə, sizə belə bir sual ünvanlayırlar ki, xəstəxanada gördüyünüz xəstələr əsasən hansılardır, hansı xəstələri görürsünüz, hansı təcili yardımla sizə xəstələr gətirilir və onun üzərindən irəliləyirlər. Sonra cərrah da eyni qaydada, digər ixtisasçı da eyni qaydada. İmtahan çətinliklərində ən böyük problem deyərdim ki, dil bariyeridir və bu dil bariyerini çox yaxşı olar ki, FSP-yə qədər artıq aşasınız. FSP-yə qədər aşılan dil bariyeri sizə Katniss Proofing imtahanında demək olar ki, bir 50% keçmə şansı verir. Çünki nə qədər də tibbi dil imtahanı olsa, dil qabiliyyətinizə çox önəm verirlər. Yəni, bu imtahanı şifahi formada keçdiyinə görə sərbəst danışıq, sərbəst cavab, vəziyyətdən çıxma kimi hallar baş verməlidir.
Misal üçün sual-cavab tipində gedən bir imtahanda o demək deyil ki, o sualı verdi, sən cavab verdin, o sualı cavab verdi. Elə deyil. Dediyim kimi mənim öz şeyimə qayıtsaq, misal üçün deyir ki, belə-belə bir xəstə gəldi, solğundur, hipotondur, taxikartdır. Nə düşünərsən? Artıq sən də sual verməlisən. Misal üçün deyirsən ki, xəstənin huşu özündədirmi, deyilmi? Xəstənin aktiv qanaması varmı, yoxmu? Artıq sən də suallarınla mövzunu biraz açsan daha yaxşı olar. Çünki vaka dediyimiz şey onsuz da misal üçün mən oturum burada sizə deyim ki, xəstə yaxınlaşıb başı ağrıyır. Bu bitmir, bu məsələ burada bitmir artıq. Xəstənin neçə yaşı var, bu rol oynayır? Xəstənin yanaşı xəstələri varmı? Dərman içibmi gəlib? Nə vaxtdan var? Yeni mi başlayıb, çoxdan mı başlayıb? Yanaşı simptomlar varmı, yoxmu? Bunlar artıq ətraflı anamnezdə onsuz da verilə biləcək suallardır və siz də sizə relevant olan bəzi sualları xırda formada o qabağınızdakı şəxsə ünvanlayırsınız ki, siz də bir cavab alıb başınızda bir diaqnoz formalaşdırasınız. Mənim şəxsi təcrübəmdə birinci İNR-dən, yəni o mənim belə deyək, Forzetterdə prüfüngi hansı ki baş oydu, belə deyək. Digərləri isə biri cərrah idi, digəri anestezioloq idi. Anestezioloq olmağı lap belə mənim üçün çiçək kimi oldu, hansı ki onsuz da işlədiyim ixtisasdır və daha rahat olacağını düşünürdüm. Demək olar ki, pis də keçmədi. İmtahanın gedişatı, xəstəxanaya yaxınlaşırsınız, özlərini təqdim edirlər, sizinlə tanış olurlar və təbii ki, xəstəxanadan xəstəxanaya fərqli olmaq şərti ilə bəzən hər kəs eyni şöbəyə gedir. Misal üçün məndə olduğu kimi və bəzi xəstəxanalar da bu formadadır, ən azı bu bölgədə. Məsələn, 3 imtahan götürən, 3 imtahana qatılanla birlikdə hərəsi birini götürərək bir şöbəyə gedir. Məsələn, cərrah deyir ki, mən travmatologiya şöbəsinə gedim, orada xəstə müayinə edək. İnərə deyir ki, mən öz şöbəmə, anestezioloq deyir ki, mən də misal üçün intensiv şöbəyə aparım, orada bir yoxlanış keçirək. İlk öncə xəstə ilə sizi baş-başa buraxırlar ki, anamnez toplayasınız. Bu xəstə ümumiyyətlə niyə klinikada yatır? Ortalama bir 10-15 dəqiqə kifayət edir ki, xəstədən yüngül bir anamnez toplayasınız. Mənim şəxsi təcrübəmdə xəstə intensiv şöbəsində idi, böyük laparotomiyadan sonraki xəstə idi. Mənə ətraflı məlumatı verdi ki, bir ay öncə öz ailə həkimimə getmişdim, arıqlamam var idi, iştahsızlıq, halsızlıq. O məni belə göndərdi, mən koloskopiya olundum, mənə bağırsaq karsinom diaqnozu qoyuldu. Ondan sonra əməliyyat olundum, hal-hazırda vəziyyət budur. Yəni bu anamnezi xırda toplayırsınız və təbii ki, bu anamnezin hissəsində yaxşı olar ki, köynə içdiyi dərmanları, bilinən digər yanaşı xəstəlikləri, keçirilmiş əməliyyatlar, ailə vəziyyəti, sosial anamnez, allergiya, yəni FSP-də nə görmüşdünsə, onları da yığıb toparlaya bilərsiniz. Ondan sonra isə həkim təzədən gəldi mənim yanıma və dedi ki, xəstəni xırda bir müayinəsinə başda zəhmət olmasa, misal üçün hansı formada xəstəni ilk gördüyündə statusunu yazmaq üçün məsələn, necə bir müayinələrə başlayarsınız? İlk öncə inspeksiya edirsiniz, auskultasiya edirsiniz, düşürsünüz, palpasiya edirsiniz, perkusiyalarını soruşa bilər, nə vaxt nə eşidirsən, hansı ağciyər problemində nə tip səslər eşidə bilərsən, xəstə monitora qoşulursa EKG-yə bax, nə görürsən, sinusdurmu, ritmi deyilmi, təzyiq sizə nə deyir, xəstənin üstündə əgər dərmanlar gedirsə, misal üçün perfuzorla dərmanları soruşa bilər, bu nədir, səncə niyə gedir? Və mənim xəstəmdə epidural kateter var idi. Bizim klinikada onsuz da gördüyüm bir şey olduğuna görə daha da rahat oldu. Hətta onu özüm dedim ki, biraz söhbət açılsın ki, vaxt getsin. Epidural kateter var, bu səbəbdən qoyulub, belə-belə qışalardan keçir qoyulur, filan qədər qala bilər, böyük ehtimalla filan dərmandan istifadə edirsiniz. Belə bir balaca empati də qurub yaxınlaşmaq olar. Dedim ki, bildiyiniz şeyin üzərindən də biraz irəlilədim, imtahanı da öz əlinizə almaq mümkün olur bəzi bölmələrdən. Təbii ki, bunu da bitirdikdən sonra artıq sizi ikinci mərhələyə aparırlar, elə həmin həkimlə adətən getirsiniz. Bir vərəq verib xəstə haqqında məktubu dokumentasiya eləmək, yəni məktub yazmaq məsələsinə. Məktubu da xırda formada yazdıqdan sonra məktub formaları Ambos saytında yenə dediyim kimi çox ətraflı olduğu üçün Ambosda Almaniyada yazıla biləcək məktub formaları var. Onu da bura yerləşdirirəm onsuz da. Necə başlamalısan, gedişat necə olmalıdır, sonluğu necə bitirməlisən kimi. Bunu da artıq öyrəndikdən sonra və yazdıqdan sonra imtahanda çox vaxtı adətən bir ara verirlər. Hansı ki, günortaya məərəfəsi düşür. Bizdə misal üçün lap yaxşı idi. Elə 3 imtahan götürən, 3 imtahana qatılan hamımız bir yerdə getdik. Çox səmimi, xoş bir yemək yedik. Birlikdə klinikanın içində söhbət elədik. Oradan yəni imtahanın daxilində yox da daha çox misal üçün o məndən Azərbaycanlı soruşdu. Nə bilim, birindən onu, belə-belə. Yəni ki, qeyri-tibbi söhbətlərdən yaxşıca söhbət elədik, biraz da motivasiyamız yerinə gəldi. Artıq axırıncı mərhələdə Katniss Prüfung məsələsidir. Hansı ki, 3 imtahan götürən oturur və siz də burada və sizə başlayırlar suallar verməyə. Mənə misal üçün birinci anestezioloq başlamışdı, bir neçə anestezioloq suallar verdi, yaxşıca cavab verdim, ilk təəssürat yaxşı oturmuşdu yerinə, mən də belə deyək. Sonra daxili xəstəliklər keçdi, o da başladı suallarını verməyə. Adətən belə şeylər də olur. Məsələn, EKG qoyurlar ki, qabağınıza nə görürsünüz, zəhmət olmasa dəyərləndirin.
və yaxud rentgen görüntüsü qoyurlar, nə görürsünüz dəyərləndirin. KT görüntüsü qoya bilərlər, MRT görüntüsü bəzi yerlərdə göstərilir. Xəstə nəticələrində sizə göstərib, yəni burada nə görürsünüz, nə dərəcədə relevantlı suallarını verə bilər. Yaxşı bir sual verə bilərsiniz ki, o müayinə elədiyiniz xəstə haqqında sual gəlirmi, gəlmirmi? Bəzi yerlərdə gəlir və onun üzərindən də irəliləyən imtahan mərkəzləri var. Misal üçün, ya çox xırda formada, misal məndə çox xırda formada olmuşdu. Getmişdi, nə xəstə müayinə elədin, belə-belə xəstə haqqında məlumat verdim, sonra öz aralarında söhbət elə. Çünki misal üçün, bu həkim, məsələn, mənlə gələn anestezioloqun reanimasiyadakı xəstəsini o qədər tanımır. Elə-belə marağa soruşdu ki, bəs proqnoz necədir, nə deyil. Misal öz aralarında danışıb söhbət də etmişdi. Yəni çox qısa formada bir dəqiqəlik bir söhbət getmişdi xəstə haqqında. Ondan sonra digər suallara başlamışdılar. Sonra artıq travmatoloqa keçdik. Travmatoloq da öz sahəsinə uyğun cərrahi suallar verməyə başladı. Məsələn, xəstə yaxınlaşıb ayağının qırıldığını görürsünüz. İlk olaraq nə edirsiniz təcili yardımda? Təbii ki, perifer DMS, Durchblutung motor sensibility kontrol etdikdən sonra rentgenə verirsiniz. Bu çox önəmli bir detal idi məsələn. Yəni birbaşa rentgenə getsin söhbəti biraz adətən Alman səhiyyə sistemindəki bir çox klinikal light liniyasına uyğun deyil. Birinci DMS kontrol olmalıdır, sonra rentgenə getməlidir. Deyək ki, rentgenə olundu, indi nə edirsiniz? Misal üçün konservativ deyək ki, gips qoydunuz, yaxşı konservativ alınmadı, indi nə edirsiniz? Əməliyyat, hansı əməliyyatlar var, hansı platələr qoyulur, necə istifadə olunur, gedişatı bilirsinizmi? Bu formada səthi suallar verilə bilər. Adətən dediyim kimi, çox dərinliyə girmirlər bu məsələlərdəki bu əməliyyatın gedişatı mütləq formada necə olmalıdır. Buna adətən girmirlər, amma yenə də siz özünüzü hazırlamaq üçün xırdapara bəzi yerləri daha ətraflı oxusanız yaxşı olar. Məsələn, bizim Zaksen əyalətində Dresden şəhərində olan Hertz Centrumda 2021-22-ci ilə qədər çox ağır kardiocərrahi əməliyyatlardan suallar gəlirdi. Bypass əməliyyatı, gedişatı, hansı klapen erzasları tanıyırsınız, hansı ilə dəyişilir, bioloji hansıdır, mexaniki hansıdır, gedişatı necədir, fərqləri nədir, o klapenin, protezin adı nədir ümumiyyətlə. Yəni çox belə dərinliyə girdilər, bəzi çürüdücü suallar olurdu. Düzdür, onları da təbii ki, bilmək məntiqlidir, yaxşıdır, yəni bilməlisiniz əslində, amma ki, sırf işin cərrahi tərəfinə girəndə insanı bir balaca yorur deyərdim. Bir çox kolleqada uzun bir müddət Hertz Centrum Dresdendə kəsilirdilər. 2022-23-dən sonra səhv xatırlamıramsa, protokolları yəni gördüyüm qədərilə sualları bir balaca sadələşdiriblər, asanlaşdırıblar ki, bu qədər ağır suallar verilməsin. Ketnis Prüfung'u keçdikdən sonra isə artıq demək olar ki, Almaniyada bir çox işiniz bitir və Facharztprüfung'a 4-5 il ərzində çox rahat hazırlaşa bilirsiniz. Bunun üçün çox vaxt yaranır və yüngül bir boşluğa düşürsünüz. Bunda bir motivasiya xarakterli sizə deyim ki, Ketnis Prüfung'a daha rahat hazırlaşın, daha belə istəkli hazırlaşın ki, çünki ondan sonra elə bir rahat boşluğa düşürsünüz ki, qalırsan ki, belə neynim də bundan sonra bu da bitdi. Çünki ən çətin imtahan, dil imtahanı verirsiniz, dalınca FSP imtahanı, dalınca KP imtahanı, yəni 3 il, 4 il mütəmadi hazırlaşa gəldiyinizə görə bu imtahandan sonra çox gözəl bir boşluğa düşürsünüz, rahatlayırsınız. Ona görə heç bir həvəsinizi qırmadan FSP-ni bitirdikdən sonra dərhal da bir ay fasilə verib KP-yə hazırlaşın ki, bunu da bitirib uzun bir müddətli rahatlığa düşəsiniz. Ondan sonra hər şey çox yaxşı olur onsuzda. Videonu istəyirəm burada yavaş-yavaş tamamlayım, toparlayım. Açığı beynimdəki məqsədlər nədir? Onlar haqqında da çox kiçik bir məlumat verim. Növbəti videolarda FSP və Ketnis Prüfung haqqında biraz da dərin məsələlərə girməyə çalışırıq. Dostlarımla açıq danışmışam. Mənim yoldaşım da həkimdir, özünüz bilirsiniz. Videolarımda olan Məhəmməd, digər kolleqam, o da həkimdir. Onlarla birlikdə, misal üçün, əgər sizə simulyasiyalar maraqlıdırsa, aramızda simulyasiya edib bunu da. Çünki mən özüm imtahanlara açığı hazırlaşanda çox böyük problem yaşırdım simulyasiyalı tapmağa. Məsələn, apopleks falı gəlirdi, amma apopleksin gedişatı necə olur, yəni görsən daha yaxşı olar kimi bir effekt olsun deyə bu tip videolarda açıq çəkməyi düşünürük. Təbii ki, bunun üçün sizin abunə olmağınız, kanalı və videoları bəyənməyi istəyirik ki, bizim də həvəsimiz artsın, bunun üzərində irəlilədə bilək öz işlərimizi. Şərh bölməsinə zəhmət olmasa, əgər sizi maraqlandıran hər hansı məlumatlar varsa onları yazın. Mən mümkün qədər bütün şərhlərini onsuz da oxuyuram. Onsuz da kanalımız çox da böyük deyil. Şərhlərə çatdırmayım, oxumayım. Ona görə bütün şərhləri demək olar ki, oxuyuram. Bütün suallara cavab verirəm, mümkün qədər bildiyim qədəri ilə. Və növbəti videolarda nə görmək istəyirsə, onları da şərh bölməsinə bildirməyi unutmayın. Özünüzə yaxşı baxın. Görüşənədək növbəti videolarda görüşərik.